Hepinize salam. Bəli, aylardır gözlədiyimiz kutlama videosu ilə qarşınızdayım. Burada belə bir giriş eləyirəm və burada orada olacağını göstərmək istəyirəm. Uzaqda olduğu üçün görmürük, amma onu bilin ki, orada olacaq. Nəysə, gedirəm. Bu arada bugün biz bayağı bir şey eləyəcəyik. Bugün 30 dekabrdır və sabah və birisi gündə sizinlə bir yerə keçirdəcəm. Buraları tezləşdirmişəm, yəni bir tık sıxılmayasınız. Yol var idi çünki. Gəldim salona. Salonda dırnaqlarımı etdirəcəm. Həmişə kimi çəhrayı modeldən seçməsəm olmazdı. Bəli, burada Zəhruşumlayam. Gələn bütün takipçilərimə hədiyyə düzəldirəm. Qutu bu olacaq. İçinə belə bir şirin atmaq istədim. Sonra belə bir güzgü atmaq istədim. Hamısı qız zaten olan yoxdur. Gül, belə qəşəng şirin bir gül var idi. Qar spreyi qoydum. Belə partladan qoydum. Gül qoydum. Sonra bu çox şeyini, çox bayıldım buna. Özümə danışım. Atkritka qoydum. Çox sağ olun gəldiyi üçün yazılı. Və elə bir şirin qoydum. Belə bitdi. Zəhruşum mənim stilisim idi bu arada. MP şəkərindən də seçmiş idi. İlk səhnə belədir. Bu arada bunlar səhnədə olanlar deyil. Yəni mən bunları öncədən çəkdim ki, sizin üçün göstərim. Bəziləri səhnədə olanlardır. Bəzən öncədən çəkmişəm. Burada belə fişək falan partlatmaq var idi. İndi zaten özünüz görəcəksiniz. Burada dans səhnəm idi belə. Görənlər çox əylənirlər. Yorumlarda özlərinizi bilirsəniz sevinərəm. Çünki çox maraqlı oldu. Hamınızda şəkil falan da çəkdirmişdim. Hədiyyələrimiz də maşallah var idi. Bilirdim səhnədə çox bir şey çəkə bilməyəcəm. Ona görə tez birinci belə şeylər çəkmişdik ki, belə çox səhnədə bir şey çəkə bilməyəcəydim. Zaten qəlbi çəkilib o səhnədə çəkilmək idi. Bəli, burada belə düşüşüm var. Kameralar da hər tərəfdə idi. Baxın, burada da belə gəzirdilər. Bütün zaten orada olanlar biləcək. Və möhtəşəm səhnə. Sıra gəldi hədiyyələrimə. Belə panda falan var idi. Hamısı çox şirin idi. Belə sonra birini də əlimdə tutmuşam. Bunun içində bahalı bir hədiyyə var idi. Ona görə bu da parfüm idi. Və kutlama axşamı. Bunun hamısına mütləq baxın. Partladanlar, fişəklər, yəni hər şey var idi. Çox şey eləmək istəmirəm. Bura Çin hissəsidir bu arada. Tam ad falan çəkmək istəmirəm. Belədir, bir həqiqətdir. Belə burada fişək eləyirəm. Burada fotosessiya eləyirdik. Şəkil falan çəkirdim. Burada gördüyünüz kimi mən də şəkil çəkirəm. Əslində oyunun içində də şəkil çəkirəm. Səsi çox şirin idi. Anlatamam dərəcədə şirin idi. Və yenə partladanlar dayanmır. 31 dekabrdan hər birinizə salamlar. Orada belə bir salam giriş edim. Bu ayrı bir videom olacaqdı əslində. Evimi dəyişdirmişik. Bəzi şeylər dəyişdi. Evə mən gələndə evdə hər şey hazır idi. Ona görə evimdə bəzi dəyişikliklər getdi və evimi yeni il temalı eləmişəm. Bəyəndinizsə hədi yorumlara. Və işlətmədiyim qonaq üçün nəzərdə tutduğum otaqdır belə. Və belə. İndi biz yemək bişirməliyik. Bəli. Burada birinci balıq qızardıram. Çox qəşəng görünürdü bu arada. Plov eləyirəm. Bizim milli yeməyimizdir və bu arada hamısını bu günə saxlamağım kutlama videosunun olmağı idi. Yəni həm editim falan çatdırmalı idim. Ona görə bunları elədim və dünən heç bir şey edə bilmədim. Toyuq və bu qəribə pizzadan elədim. Bəli, siz izləyin, mən sizə baş-başa qoyum və siz mənim bişirdiyim şirinətlərə baxın.
Sizə deməyi unutmuşam, amma artıq mənim qonaqlarım gələcək. Ona görə tez bazar süfrəni doldururam. Plov, pizza falan fəsməkan dəyərkən, yəni süfrəni doldururam. Belə pizza da var idi bu arada. Bunu da qoyuruq süfrəmizə. Tez süfrəni doldururam. Və mən hazırlaşdım, qapını falan açmamı göstərdim. Süfrədə belə idi. Qonaqları da çəkmək istəmədim. Zaten özləri də istəməmişdim. Bəli, yeni süfrəsini hazırladım. Fişələr falan dərkən çox gözəl şəkillər falan ortaya çıxdı. Burada belə salladıram və yeni il gecəsi hər il olduğu kimi fişəklər falan partladı. Gəldik bura, siz bura baxın, fişəklər falan partlayırdı. Hər şey çox qəşəng idi. Yəni sırf durub oradan bura gəldim. Heç peşman deyiləm. Yolun uzun olmağına baxmayaraq gəldim də, yəni kameranı da çəkdim hər şeyi sizin üçün. Burnunda belə şeylər vardı, amma bunlardan mən ala bilmədim. Yəni almaq istəyirəm, amma ala bilmədim. Heç yox idi yəni. Belə göstərmişəm hamısını. Bəziləri artıq bitmişdi, çünki mən biraz gec gəldim. Sonra həmişə olduğu kimi evdə təkə baxıram. Bəzi cipslər falan almışdım. Onlar yeyə evdə təkə izləyirəm. Çox maraqlıydı evdə tək. Siz də mütləq məncə izləyin. Bəli, burada evdə tək izləyirəm. Belə leys falan işte yeyirəm. Sonra bu arada sabah biz tatilə gedəcəyik Fatimə ilə. Fatiməni mən götürəcəyəm. Amma yəni götürəcəm, götürməyəcəm onu dəqiq bilmirəm. Fatimə mən səhər yazacaq. Bu arada sabah çox tez çıxacaq evdən. İndi bir-bir işıqları söndürürəm. Yolkanın işığını söndürmədim. Yəni təzə almışdım zaten şeyi. Bəli, qapını bağladım və yatıram. Çox həyecanlıydım. Yəni güclə yatdım. Çox həyecanlıydım. Sabah tatilə gedəcəyik. Bu arada Hilal dağına gedəcəyik. Bəli, səhər durdum. Siz bura bir baxın. Havanın gözəlliyi həqiqətən dəhşət dərəcədə gözəl idi hava. Bizdə buralar isti idi, amma yenə də kurtka geyinəcək bir hava idi. İşıqların hər birini yandırıram burada gördüyünüz kimi. Tək yandırdım. Bəli, indi dişlərimi falan fırçalayıram. Bol köpük ilə dişlərimi fırçalayıram və yemək bişirirəm. Yemək olaraq həmişə kimi menyuda yumurta var idi. Bəli, götürdüm yumurtanı, oturdum və yedim. Evləri biraz təmizlədim, biraz tez durmuşdum dediyimiz vaxtdan çünki. Evləri təmizləyirəm burada gördüyünüz kimi, çünki 2-3 gün evdə olmayacağam. Bəli, indi sıra gəldik geyimimizə. Valizimi çıxartdım. Bəli, gəldik, çatdıq. Bu arada Fatiməni mən götürdüm, amma çəkməmişəm. Daha doğrusu çəkmişdim, amma çəkilməyib malum. Bəli, mənimlə oynayanlara həmişə kimi yenə tort sürpriz eləyirəm. Bütün konuklarıma elədiyim kimi. Gülümü də verib, onunla sevgi, məhəbbət yaşayırıq. Sonra gecə yatdıq, bəzi şeylər çəkilməyib çünki. Nəysə. Sonra aşağı, bəli, gəldik, çatdıq. Bu arada telefonda səsim o qədər pis düşür ki, yəni bilmirəm niyə də tam səsim düşmür. Bəli, əl-üzümü yudum, yenə menyuda yumurta var idi, amma tək yumurta deyil. Fatimə ilə əlbir olduq. Və fərqli yeməklər yedik. Burada sasika falan pişirirəm. Mən belə şeylər yemirəm, amma menyu qəşəng olsun deyə nəsə də hər şeydən elədik, birər qoyduq süfrəyə. İçəcəklər mən belə sadə bir portakal şirəsi tərcih etdim. O isə şokolad falan bir şey olsun dedi. Mən də Oreo elədim. Yəni çünki başqa bir şey yox idi. Elədim, bəli, çox şirin oldu süfrəmiz. Axırda zaten baxarsınız. O isə özünə kraksılı falan belə bir şey elədi. Onun özəl tarifi imiş, nəymiş, elə bir şey hər zaman ondan yeyirmiş. Son olaraq süfrəyə süd qoymağı unutduğumuz üçün süd qoyuruq və süfrəmizi doldururuq qəşəng. İndi mən nə edirəm burada? Bağlayıram qapıları. Burada boş söhbət edirik, çəkmişəm. Fatimə üçün də yumurta pişirdim. Bəli, onun üçün də yumurta pişirdim. Axşam yeməyi eləmişdik, buzdağı parkına getmişdik, amma heç biri çəkilməyib. Ekran kaydından sildim, nəysə.
Bəli, burada yeyib bitirdik süfrəni. Çıxırıq yuxarı. Bu otağı görəndən sonra mən tamamilə şok idim. Çünki çox qəşəng idi və tətilimizin son günü olduğu üçün yəni bir günlük gəlmişdik bura. Buradan sonra bir tətilə də getmişdik, amma oraları da çəkməyi tərcih etmədik. Bəli, çünki çəkini bəzi yerlər çəkimi falan adam stres olur və Fatimə dedi ki, yəni bir günlük tətil eləyəcəyik, çəkmə heç nə olmaz. Nəysə çəkmədim. Burada yeni süfrəsi açırıq. Yəni bişirdiklərimin eynisindən biraz fərqlərindən bişirdim. Bu tortu mən tam olaraq yeməmişdim. Evdə qalmışdı. Amma yenidən bunu bişirdim. Amma içi daha şokoladlı bişirdim. Bəli, yeni süfrəsi hazırlayırıq burada. Belə yeni süfrəsi hazırlayırıq ki, qəşəng şəkil fotosessiya eləyək. Bugün çünki bir yanvardı. Yox, 2 yanvardı bugün. Amma biz bir yanvar heç bir şey eləyə bilmədik. Ona görə məcbur belə eləməyə qərar verdik. Bugün bayağı bir şey elədik. Hətta axır gedəcəyik artıq buradan. Çox az qalıb burada sonlaraq yeyirik falan. Belə şəkil fotosessiya yenə dediyim kimi eləyirik və gedirik. Ona belə bir sevgini yaşatdığım üçün çox sevindim və buradan stansiyaya promoya gedirik. Stansiyaya çox yol yox idi, amma biz hotel almadıq, hotel götürmədik. Belə evlər daha qəşəng idi və özümüz sərbəst olaq deyə belə götürdük. Bəli, qayıdırıq. Burada salamlamaya videomu yaxşıca izləməyi unutmayın deyirəm. Çox maraqlı bir video oldu məncə. Umarım siz də bəyənmişsinizdir. Adlarınızı, soyadlarınızı və qutlamanın necə olduğunu yorumlara yazmağı unutmayın. Videolarımı deyəcəm. Bu arada bir takipçim adını deməyimi istəmişdi. Rüxsarəyə buradan salamlar. Tez-tez adımızı deyə bilərsiniz. 200 abunə içində çox təşəkkürlər. Artıq 200 abunəyə keçmişəm, amma yeni ilə qədər 200 abunə olmaq çox böyük xəyalım idi. Buradan öpürəm sizi, sağ olun. Yeni videolarla hər həftə artıq qarşınızda olacağam. Bəzi səbəblərdən 2 həftə yox idim, amma artıq tez-tez qarşınızda olacağam. Keçmişə geri qayıdırıq. Sağ olun.